dostlar, bugün sizlərlə birlikdə car parkində hesabımı göstərəcəm. Deməli, car parkingə girməməzdən əvvəl, göstərməməzdən əvvəl xahiş edirəm, kanala abunə olun və like atın. Mən bu YouTube kanalını açmışam ki, gələcəkdə kanalımı yüksəldim. Yəni yaxşı kanalım da. Katıb abunə olun. Xahiş edirəm. Deməli dostlar, getmişdim, gəldim. Deməli favorilərdən birincidən başlayaq. Deməli birinci bu 07-dir. Bu 07, mən dəyərim 07-dir. Chrome-dur, həm oğlumda var idi, məndə də Chrome idi. Bu hız hiləlidir, bufersizdir. Amma mənim ki, təkcə bufersiz idi və hız hiləsi yox idi. Ona görə dəyişdirdik. Sonra bu Priora var. Bu Prioranı belə yığdırmışam demək olardı. Belə bura bir dənə belə lipa kimi eləmişəm, lipa. Bura elə bir ki, şey eləmişəm də, nömrə olub, elə bir ki, o nömrəni çıxartmışam. Sonra burada belə yazı yazmışam, ata sağdırsa, oğul uşaqdır. Sonra burada da yenə qabaqdakı bu nömrədən eləmişəm. Bir dənə də belə ideal disk qoymuşam. Bu belə bitdi. Bunu heç eləməmişəm. Bunu elə belə qoymuşam. Bura bunu silək. Belə Niva var burada. Burada o 07-dəki yazıdan qara rəngli eləmişəm. Bir dənə də bura belə nolu eləmişəm. Bu belədir. 925 işlədim maşın. Burada belə Supra. Heç nə yoxdur Suprada. Bunları keçin, bunları. Elə qəşənglər var. Belə Passat var dostlar. Passat da qəşəngdir. Bunun bir dənə Mercedes var idi. Belə Mercedes. Onu takas eləmişdim. Şimdi konuştuk Mercedes'də. Yəni deyəcəksiniz ki, yəni o dəyərlidir. Yəni bildirmişsə gözləyin deyəcəm də az var. Hansı Mercedes'dən takas eləmişəm. Baxın bu Mercedes'ə. Yorumlarda deyəcəksiniz ki, qaqa, o daha dəyərlidir, amma mənim üçün yəni Passat'ın yerini o Mercedes verəbilməz. Elə bura belə 77 meyca, 555 nömrə. Bura bir dənə konsti body şey, belə ışıq. Bir dənə bura konsti belə nə deyirlər, yorumlarda yazarsa da. Burada yenə nə olur? Ne olur? Çox maşında var bəzən. Buna da heç nə eləməmişəm, bir dənə düzəldirmişəm. Bunu da belədir, bunu belə. Bu Çinlilər, Yaponlar sevər, maşınlar belə. Yəni bu Azərbaycanlılar sevməz. Elə bunu da elə ancaq şeylər sevər. Çinlər, Yaponlar. Bunu da Yaponlar sevər. Yəni bu bizlik deyil. Bu planlanır. Şimdi belə bir E60 var, ne olur yazısı, 1695 idi. Amma heç nə yoxdur yəni, heç nə yoxdur. Bir dənə belə qalem vacım var. Bu çox qəşəngdir diskləri, ışıqları. Qəşəng vid var da, qəşəng viddir. 725 idi, sonra buna baxaq. Bu da full coins dostum. Rahat 10 milyona sata bilirsən, amma satmaq istəməndə çox coins verir. 200-300 coins gedir. Belə bu 4 göz var, başlıqlar kimi də. Bir dənə nömrə çıxardılmış nömrə. Bir dənə burada belə Mercedes logosu, E220 yazısı. Sonra bir də burada miqalka var. Belə burada çox adamda olan, belə çox dörd gözlü olan da disk. Çox
dört göz olanlarda disk var. Sonra da bitti. Migal kaldı. Qabaqda da şey var. Logo var. Mercedes logosu. Bunda heç nə yoxdur. Bunu keçək. Bunu da keçək. Bunu keçək. Bu mən əmoğlum satmışdı dostlar. 18 yəni əmoğlumda deyə 3 satdı. Yoxsa adi adam 40 milyon satır. Çünki bu full poistdir də. Bu koyduğu bütün body kit yani 190 poistdir. Bu belir böyle 570 poist sadəcə. Yəni bir maşın 9'un qiyməti də. Ona görə belə bu 40-30 milyon lira satıb. Yəni satmıram, sataram da istəsəm. Bunda heç nə yoxdur, keçək. Bunu deməli bir dənə adam 10 milyona qoyacaq. Bu yaxında almışdım. Adam 10 milyona qoyası 1 milyona qoydu, tez alır. Yəni bu nəyə xoşuma gəldi desəz, bunun burada belə gerbi var. O qəşəng dostlarda maşın. Hər maşında vardı o gerblər. Bunda heç nə yoxdur. Bu belə zil qağadır. Burada belə çoxlu body kitlər qoymuşam. Hoşuma gəlir var. Heç nə yoxdur. Sonra bu Porsche keçək. Bunu gücləndirməyəcəm. Bu Mustang'da o beyazçı maşın kimi full coins'da çoxlu coins həsləmişəm bunun içində. Sonra bu Land Cruiser belə. Bunda heç nə yoxdur Land Cruiser'də. Bunda da heç nə yoxdur, çox şey yoxdur. Ferrari belə boz rəngdədir, elə diskləri var. Bir də belə bir şey var. 1695 işlik görünürdür. Bu heç nədə bu, çox şey yoxdur. Bu da belə bir sinema parlaqlarısı. Pəncərə açıq olur, elə bir daha şey var. Bakacağım. Sonra burada bir tane çekici var. Kaçar rəhlidir. Kaçar rəhli sevenler varsa yani ben shorts videolarıma yazabilirsiniz ve kaçar rəhli mükemmelsə. Yani bende biraz var da kaçar rəhli içinler. Bir de bu var. Bunda heç nə yoxdur. Yani belki o birisi videolarda zaten əsirləyərək. Bir tane böyle F90 var. Bunu ucuz almıştım. 25 almıştım. Böyle Migal kalıdır. Işıkları kırmızıdır. Bir tane burada polis var. Polis ışığının gözü satsıları. Böyle değil. Sade F90'dan var. Mesela direncli tekerli maşın demişsem yani bu da var böyle. 1223 HP isteyen ben shorts videolarıma yazsın. Açtım buraya şimdi. Ama bu maşın da çok qəşəng maşın gəlir. Aslında bu üstündəki bagajları belə. Bu bagaj belə kromdur. O çox qıymetli. Bu maşın da kromdur. Mən bunu belə alanda adam maşın. Prosto o rəngini saçıb dəyişdirdim. İndi bir daha rənginə döndərəmirəm də. Yəni belə daha çox kromdur və belə edirəm də. Bu hepsleri bunu da değiştirdim. Çok şey yok burada. Bir de bu var. Bentley var. Böyle bir sonra bir tane Galenvagen var. Galenvagen. Nece sizde bu? Diğer dizide bu markasının kapat olması. Sadece oldu böyle buradan bakarsanız. Burada böyle bir tane YPH var. Bir arkadaşlar 20 milyon almışım. Yani bu niye 20 milyon almışım deseniz. Yani burada şey çok gayet güzel değil. Ama her gayda yani bir cer güzeldenmir de kar parkında. Yani onu
20 milyona aldım getdi də. Belə polis də var idi. Yaxşıdır da polisi. Bu var belə. Bu belə olmalıdır. Baxın, nəsə çox doğru. Yəni bu var belə. Bu ne istiyormuşum ben? Ben bu var. Bu 20 milyon olmuştum ben. Ve 2-3 gün evvel almıştım da 20 milyon. Bunu da oğlum hediye vermişti. 1695. Bunu da hediye vermişti. Ama oğlum karıştı. Bunu da bir de maşınım vardı. Onunla değiştirdim. Bu maşın da çok başarılı. Bu da en sevdiğim maşınlardan biridir. Jesko. Çok güclü gelir hem de polis var diye bunu hiç mənə satmıram. Ne takas edenler. Sonra burada bu var. Bu da çok başarılı maşında. Oyunculu görevlisi. Çok başarılı. Yani 1695 yaşındayız. Bu üstünde polis de var. Offroad tekerleri değil. Yani standart offroad tekerleri. Burada Azerbaycan'da var. Çok güzel. Full polis. Maşınlar yiyecekler. Yani burada CLS var. CLS çok da başarılı ama yani öz zevki var. Sonra herhangi bir öz zevki var. Bitti hesabım. Sağ olun dostlar. Sağ olun. Sizler desteklerinizi gözləyirəm. Sağ olun.